Salam əziz abituriyentlər, hər birinizə qarşıdakı imtahanda uğurlar arzulayıram. Bu gün keçirilən DİM imtahanının suallarını izah edəcəm. Başlayaq birinci sualdan. Eramızdan əvvəl 3-cü əsrdə Pun müharibələrinin başlanmasının səbəbi Roma imperiyasının Sardiniya və Korsika adasını işğal etməsi. Burada birinci imperiya sözü səhvdir. İkincisi də ki, Roma Respublika yazılsaydı burada Sardiniya, Korsika yox, Siciliyası adası uğrunda mübarizə idi. Mübarizənin başlama səbəbi. Amma Roma Respublikası nəticədə bu adaları hamısını özünə tabe etmişdi. A yanlışdır. Karfagenlər Roma imperiyası ticarət gəmilərinin hücum etməsi. Ümumiyyətlə 3-cü əsrdə imperiya deyilən bir məsələ yox idi. Bunları dəqiq əzbərləyin. Roma Yunanistan hissəsindən bir sual düşəcək imtahanda və orada adətən suallar bu formada olur. 3-cü əsr soruşur və yaxud da 5-ci əsr soruşacaq. Variantlarda imperiya yazıları olacaq. Onları dərhal variantlardan çıxartmaq lazımdır ki, düzgün cavab deyil. Aralıq dənizinin qərb sahilinə nəzarət etmək ondan mübarizə bu doğrudur. Cavabımız elə C bəndə olacaq. Kim yazmışsa düz yazıb. Roma imperiyası, baxın yenə imperiya. Yenə bunu çıxardırıq variantdan. Romanın Asiyanın təbii sərvətlərini ələ keçirmək istəməsi. Yəni mübarizə Asiyada getmirdi ki, oranın təbii sərvətlərini ələ keçirmək istəsin. Sual çətin gəlsə də, sualı biraz daha məntiqli yanaşmaqla sualları qısa müddətdə tapmaq olar. Deməli 32-ci sual. Mərzban və satrap vəzifələr üçün ümumi cəhəti müəyyən edin. Qoşunlara ali baş komandanın olması xeyir. Hökmdardan sonra ikinci şəxs salınması. Burada deyil, dini işlərdə deyil, şərq xəzinəsi xeyir. İnzibati vahidləri idarə edən məmur olması. Bir növ indiki dövrdə necə icra hakimi funksiyalarını daşıyırdılar. Xoşuma gəlmədi deməli. Aha. 33-cü sual. Hadisə nəticələrinin müəyyən edin. Doğru olanları seçin. Məhəmməd Cahan Pəhləvanın hakimiyyətə gəlməsi. Paytaxtın Həmədandan köçürülməsi. Baxın, Həmədandan deyil, Həmədana köçürülməsi olmalıdır. Onun üçün bu səhvdir, 1 atırıq. Naxçıvan yaxınlığında gürcülərlə döyüşün baş verməsi 1163-cü il. Atabəylər dövləti qalib gəldi. Bəli, Şəmsəddin Eynəz qalib gəlmişdi gürcülərə. 2 doğrudur. 2-ni götürərək. Gürcü çarı 1-ci Demetriyanın Gəncəyə hücum etməsi 1139-cu ildə Gəncəyə zəlzələ baş verən zaman və Gəncənin qala qapıları qənimət kimi aparıldı. Bu da doğrudur. 3 də doğrudur. Monqolların Eldənizlər dövlətini hücum etməsi ediblər 1222-də, amma Eldənizlər dövləti süquta uğraması Xərzəmşahlarla əlaqəlidir. 4 də səhvdir. Cavabımız olacaq 2 və 3 C bəndi. 34-cü sual. Şimali Azərbaycan tarixi ilə bağlı 20-ci əsrin əvvəlinə aid məntiqi arıcılıq. Əgər sualda Şimali Azərbaycan yazıbsa, 100% bilin ki, aşağıda Cənubi Azərbaycana aid olan nəyəsə olacaq. Əgər sualda Cənubi Azərbaycan yazıbsa, bilin ki, aşağıda Şimali Azərbaycana aid olan nələrsə olacaq. Yəni testlərin bu formada qurulur artıq. Yəni buna mütləq diqqətlə yanaşmaq lazımdır. 1905-7-ci ildə inqilab baş verdi. Çarizm milli zülmünə qarşı azadlıq mübarizəsi gücləndi. Bəli. Milli demokratik hərəkatın yeni mərhələyə daxil oldu. Bəli, bu da doğrudur. İndi baxaq görəcəm 1905-7-ci ildən sonrakı hadisələrdə bu məntiqi arıcılıq olaraq bundan sonra olan hadisələrdə nə var? Amma biz bura diqqət etməliyik ki, 5-7-dən sonra olanları götürməliyik. İlk ümumi tərtib yanlışdır. Bu daha öncə baş vermişdi. Baxın, əyalət əncümənləri harada yaradılmışdı? Cənubi Azərbaycanda. Bizə nə lazımdır? Şimali Azərbaycan. Deməli, B yanlışdır. Qafqaz canişinliyi ləğv edilərək bütün hakimiyyət qubernatorlara verilməsi. Qafqaz canişinliyi yaranmışdı 1844-1883. Sonra 1905-də yaranmışdı, ləğv edilməmişdi. Bu onun üçün səhvdir. Muxtariyyət tələbinin ərsülməsi D düzgün bəndə olacaq. İlk milli ictimai siyasi təşkilat Müsəlman Gənclik 1903-cü ildə yaranmışdı. 7 onun üçün səhvdir. Cavabımız olacaq D bəndi. Deməli 35-ci sualın bir hissəsi buradadır, bir hissəsi digər hissədə baxaq. İmam Mustafayev, Vəli Axundov və Heydər Əliyevin SSR rəhbərlik dövrü, amma SSR rəhbərlik dövründən aid olan soruşur. Deməli burada uyğunluq baxaq. Deməli milli dəyərlərin diqqət artırılması hamısı üçün oxşardır. Burada 4A olacaq. 1, 2, 3, 4-dür. 4-də A olacaq. Bakının Azərbaycan tərkibindən çıxarılmaq planının pozması. Bu İmam Mustafayevin dövrünə aid olacaq. 1-ə B olacaq. İkinci Dünya müharibəsi illərində Respublikaya rəhbərlik etməsi. Bu Mirzəfər Bağırov idi. Onun üçün C-ni ümumiyyətlə bütün variantlardan silməliyik. Baxın, C-ni bütün variantlardan siləndə burada D, Y, daha sonra C, B gedir. Bir dənə cavab A bəndi qalır. İcbari 13 təhsil 1966-cı ildir. Bu da olacaq deməli Vəli Axundovun dövrünə 2000 hektardan çox ərazinin ermənilərə verilməsi haqqında təsdiq olunmuş qərarın icrasına yol verməyəndə Heydər Əliyevin dövründə olmuşdu. Burada da cavab olacaq A bəndi. Maraqlı və biraz daha çətin sual. Xəritədə ulduzla verilən ərazimiz Bərdə şəhəridir.
və şəhərlərlə ümumi cəhətlərini müəyyən edin. Aşağıda verilən şəhərlərin Dəbil şəhəri ərəb canişininin mərkəzi olmuşdur. Bəli, Dəbildə olmuşdur. Bərdə də ərəb əmrinin mərkəzi olmuşdur. A düzdür. Biri olacaq A. 10-cu əsrdə Səlcuqlar tərəfindən tutulması. Yoldaşlar, 10-cu əsrdə Səlcuqların nə işi var? Səlcuqlar 11-ci əsrdə gəliblər. Yəni B ümumiyyətlə yanlışdır. Yəni biz bir dənə Səlcuqların 11-ci əsrdə gəldiyini bilsək, bu B-ni ümumiyyətlə çıxardarıq variantlardan. 12-ci əsrdə paytaxt şəhər olması. 12-ci əsrdə Bərdə paytaxt olmuşdurmu? Xeyr. 12-ci əsrdə Dəbil paytaxt deyilmi? Xeyr. Bu da yanlışdır. C də yanlışdır. B də yanlışdır. C-ni B-ni çıxarsaq, 2 dənə variant qalacaq burada. Daha sonra Dərbəndlə Bərdə. Əminlik mərkəzi olması. Bu doğrudur. Deməli, Bərdə dedi ki, ərəb əmniliyinin mərkəzi olmuş. Dərbənd də Dərbənd əmniliyinin mərkəzi olmuşdur. Onun üçün 2A olacaq. Ümumi cəhətdə liman şəhəri hesab olunmaz. Liman şəhəri hesab olunurdu Dərbənd, amma Bərdə liman şəhəri deyildi. Bir də Bakıdır liman şəhəri. 15-ci əsrə qədər Dərbənddir. 15-ci əsrdən sonra Bakı olacaq liman şəhəri. Ərəb-Xəzər müharibələrinə qədər Cənubi Azərbaycanın mərkəzi olması. Ərəb-Xəzər müharibələrinə qədər Cənubi Azərbaycanın mərkəzi idi Ərdəbil şəhəri. Bu heç birinə aid deyil. C yanlışdır. Daha sonra Təbriz şəhəri. Monqolların birinci yürüşü zamanı tutulması. Təbriz şəhəri Monqolların birinci yürüşü zamanı tutulmamışdır. Amma Bərdə şəhəri tutulmuşdur. Bu oxşar cəhət deyil. A-nı atarıq. 10-cu əsrdə Slavyanlar tərəfindən tutulması. Slavyanlar Azərbaycanın cənubuna hücum etməyiblər, ancaq şimalına hücum ediblər. 10-cu əsrdə Bərdəni tutublar Slavyanlar 944, amma Təbrizə gəlməyiblər. B-də yanlışdır. Müəyyən müddət Şirvanşahların hakimiyyəti altına alınması düzdür. Bərdəni Şirvanşahlar tutmuşlar 10-cu əsrin 80-cı illərində. Tabasaran, Bərdə, Şəki bu ərazilər tutmuşlar 10-cu əsrin 80-cı illərində. Salarilər dövləti zəiflədi və Şirvanşahlar oranı tutdular. Şirvanşahların Təbrizi tutması isə İbrahimin dövründə olacaqdır, 1406-cı ildə. Deməli, burada deyərik ki, 1-ə olacaq, 1-ə olacaq A, 2 olacaq A, 3 olacaq C. Cavab olacaq nə? C bəndə. Kim yazıbsa, bunu da düzgün yazıb. Tarix proseslərinin məntiqi ardıcılığı müəyyən edilir. Konstantinopolun fəth etməsi 1453-cü il. Sonra arada olan hadisə Avropa tacir və səyyahların yeni yollar axtarması, dəniz yolu axtardılar və daha sonraki hadisə. Konstantinopol fəth edəndən sonra Osmanlılar Kiçik Asiyadan, Suriyadan keçən ticarət yollarını ələ aldılar. B. Və Sultan Mehmet, kim yazıbsa bunda düzgün yazıb, bu ərazilərdən keçən tacirlər üzərinə çoxlu vergi qoydu. Və ona görə də tacirlər alternativ yollar fikirməyə nə etdilər? Başladılar. Onun üçün nə olacaq? 2B olacaq. Cənubi İtaliya şəhərlərinin Aralıq dənizində ticarəti öz əllərinə alması, bu nədir? Nə vaxtdan sonra olmuşdur? Səlib yürüşündən sonra olmuşdur. Səlib yürüşü nəticəsində 4-cü Səlib yürüşündən sonra Aralıq dənizində ticarət İtaliya şəhərlərinin əlinə keçmişdir. Yəni, bu hadisələrin heç əlaqəsi yoxdur. Avropalılar ilk dəfə kağız barədə tanış olması bu da elə xaçı yürüşlərinin nəticələrindəndir. A-la C xaçı yürüşlərinə aiddir. Yəni, həmin dövrlərə aiddir, 13-cü əsrlərə. Burada Avropa tacir səyyahlar yeni yollar axtardı və böyük coğrafi kəşflər başladı. Cavab olacaq Y bəndə. Çox vaxt itirmək istəmirəm. Bu da sadə sual idi. Xilafətin Azərbaycanın mövqeyini möhkəmləndirmək üçün köçürmə siyasətindən fəal istifadə edirdi. Bu islahatı deyək ki, Sasanilər etmişdi. Xilafət qoşunları Azərbaycanı tutduqdan sonra Kufə, Bəsrə, Suriyadan ərəb tayfalarını ölkəmizə köçürdü və Azərbaycana Sasanilər də, ərəblər də, sonra Rusiyada çoxlu köçürmə edəcəkdir, xristianlar gətirəcəkdir. Xilafətin mətnində bəhs olunan siyasəti nə idi? Azərbaycanda feodal münasibətlərin yaranması. Yaranması 1-ci əsrdir. Üzr istəyirəm, 3-cü əsrdir. Onun üçün A yanlışdır. Xilafətə qarşı narazılıqlara səbəb oldu. Bəli. Çünki gətirilən əhali daha yaxşı torpaqlarda məskunlaşdırılırdı. Hətta bəzi vaxtlar deyir, əhali öz məhsuldar torpaqlarından qovulurdu, onun yerinə ərəb ailələri yerləşdirilirdi. Bu da narazılığa səbəb olmuşdu. Cavab olacaq B bəndi. Dini pərakəndəliyə yol açmırdı, uğursuzluqla nəticələnməmişdi, ərəb ailələrini geri qaytarmamışdılar. Yerli əhalinin böyük hissəsinin ərəbləşməsindən nəticələnir. Xeyr, ərəbləşməmişdi. Ərəbləşməsi deyil, əsəbləşməsi oxuyuruq. Deməli, burada da olacaq 38-də B bəndi. Deməli, eramızdan və 8-ci əsrin 2-ci əsr Roma və Manna dövlətinin idarəçi sisteminə ümumi cəhəti. Bunlar üçün ümumi cəhətlər deyərik ki, ölkənin canişinlər tərəfindən idarə edilməsi xeyr. Yəni, ölkə canişinlər tərəfindən idarə olunmurdu. Onu deyək. Burada Romada hansı padişahlıq dövrüdür? Bu dövr 8-ci əsrin 2-ci yarısı. Mannada isə bildiyimiz standart dövrdür. Məhz hökmdar hakimiyyəti yox idi. Senatın fəaliyyət göstərməsi Mannada senat olmayıb, amma Romada olmuşdu. Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi bəli. Ağsaqqallar Şurası fəaliyyət göstərdi. Hər ikisində də Ağsaqqallar Şurası var idi. Cavab olacaq D bəndi.
Feodalların idarə seçkilərində iştirak etməsi, bu da yanlışdır. Cavab 39-da D bəndi. Şimali Azərbaycan 19-cu əsrin 30-cu illərində, 1830-cu illərdə baş vermiş üsyanların xronoloji ardıcıllıqla 1. Çar Balakəndi 1831-ci ildə baş vermişdi. 31-ci ildə baş vermişdi. Daha sonra 2. Qubad 1837-də baş vermişdi üsyan. Deməli 3 də Lənkəranda 1831-ci ildə baş vermişdi. Cavab olacaq 1, 3, 2. Kim yazıbsa bunlar düz yazıb. Deməli 41-ci sual. Brejnevin rəhbərlik dövrünün xarakterik xüsusiyyətlərini müəyyən edin. Xam torpaqların istifadəsindən başlanıldı. Bu Xruşovun dövrünə aid. Yəni, bir yanlışdır. Biri atarıq. Ordunun və təhlükəsizlik orqanlarının rolunun daha da artması, bəli, idarəçinin sərtləşdirilməsi aiddir, 2 düzdür. İlk dəfə 5-ci plan, xeyr. İlk dəfə 5-ci plan 20-ci illərdə başlamışdır. 3 onun üçün yanlışdır. Stalin şəxsən pərstişini kəskin tənqid edən Xruşov idi. Brejnev isə bunu ləğv etmişdi. 4 də yanlışdır. Xam mal ixrac etmə siyasətinin güclənməsi, bu da doğrudur. Cavabımız olacaq 2 və 5 B bəndi. Deməli, 42-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq sahəsində gördüyü tədbirlər, mədəni. İlk radiostansiya Xalq Cümhuriyyətinin radiostansiya olmayıb, Azərbaycan SSR dövründədir radiostansiya, 1926 deyək. Dövlət teatrının təşkil olunması 1918 Nadir Şah faciəsini Nəriman Nərimanov təşkil etmişdi. Bu olacaq, cavabımız B bəndi olacaq. Latin qrafikalı əlifbanı tətbiq etmədilər. Etməyə təşəbbüs etdilər, amma edilməsi yazılıbsa səhvdir. Çünki AXC-də əlifba olmayıb deyirik. Parlamentin fəaliyyətə başlaması mədəni quruculuq tədbiri deyil, dövlət quruculuğudur. Onun üçün D-ni götürmürük. Savadsızlığa mübarizə üçün xüsusi komitənin yaradılması, bu da bu dövrdə olmamışdır. Bu da Azərbaycan SSR dövrünə aiddir. Üçüncü sual. Qəzvin Səfəvi dövlətinin paytaxtı olduğu dövr. Qəzvin Səfəvi dövlətinin paytaxtı olmuşdur 1555-dən 1598-ə kimi. Və biz bu arada olanları götürməliyik. Əfqanların İsfahan şəhərini tutması 1722-dir. Anı atarıq. Şah Abbasın Təbrizli, bu deməli dedi ki 1722. Şah Abbasın Təbrizi Osmanlılardan geri alması 1603-dür. Düşmür yenə. Şəki hakimliyinin müstəqilliğinə son qoyulması 1551-dir. Bu Təbriz dövrünə düşür. Niyazabad yaxınlığında döyüşdə Səfəvilərin qələbə qazanması 1583-dür. Cavabımız nə olacaq? D bəndi olacaq. Bu dövrə düşür. Burd qalası yaxınlığında döyüşdə 1554 olduğu üçün bu da Təbriz olan dövrüdür. Cavab burada 43-də D olacaq. Deməli, 44-cü sual. Azərbaycan Respublikası Heydər Əliyevin hakimiyyət dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid uyğunluğu müəyyən edin. Bir sosial-iqtisadi islahatların mərhələsinin birinci mərhələsi, yəni 93-98 və yaxud da 97-də deyə bilərik buna. İkinci mərhələ isə deyək ki, 98-dən 2002-yə və yaxud da 2003-ə qədər olan mərhələni deyə bilərik. Kür su kəmərinin çəkilməsi 1971-dir. Deməli, 1971-dir. Bu aid olmayacaq. Bu Heydər Əliyevin birinci rəhbərlik dövrünə aid. Yəni, Respublikada prezident dövrünə aid deyil. Onun üçün A-nı atarıq. Bakı Tbilisi Ceyhan boru kəməri haqqında sazişin imzalanması 1999-dur. Bu birinci mərhələ yox, ikinci mərhələdə yazılmalıdır. Onun üçün B-də yanlışdır. Torpaq islahatı haqqında qanunun keçirilməsi 1996-dır. Bu düzgün olacaq C. Onun üçün 1-ə C olacaq. Daha sonra sosial-iqtisadi islahatların ikinci mərhələsi 98-99-dan sonra dünya iqtisadi inteqrasiyanın genişlənməsi doğrudur. Azərbaycan Dövlət Neft Fondunun yaradılması 1999-dur. Bu da düzdür. Bütün çadır şəhərciklərin ləğvi 2007-dir. Bu aiddir. Cavabımız olacaq 1-ə deməli C, 2-yə AB. 1-ə C, 2-yə AB cavab olacaq Y bəndi. Teymurilər dövlətinin Ağqoyun dövlətindən oxşar. Bunların ikisinə oxşar olan xüsusiyyət, amma Qaraqoyun dövlətindən fərqli xüsusiyyət. İdarə etməni tənzimləmək üçün qanunlar toplusunun tərtib edilməsi. Teymurlərdə qanunlar toplusu var, Teymurun qanunları. Ağqoyunda var, Uzun Həsənin qanunları. Qaraqoyunda yox. Deməli, bunların ikisinə oxşardır. Uzun Həsəndən Qaraqoyundan fərqlidir. Bir düzdür. Bir, həm Teymurda var, həm Ağqoyunda, Qaraqoyunda yox. Deməli, cavabımızın biri 1-dir. Qızıl Ordu dövlətinin hücumuna məruz qalması. Teymur Qızıl Ordu dövlətinin hücumuna məruz qalmışdır. Ağqoyunu qalmamışdır. Onun üçün nə? 2-ni atırıq. 16-cı əsrdə süqut etməsi. Teymurlər 1507, Ağqoyunlu 1503, Qaraqoyun isə 1468. Deməli, Teymur və Ağqoyunlu 16-cı əsrdə süqut edib, Qaraqoyunlu isə 15-ci əsrdə süqut edib. Cavabımızın biri 3-dür.
Rəqiblərinə qarşı mübarizədə Şirvanşahlarla müttəfiq olması. Teymurlər həm deyək ki, Terek döyüşündə, həm Ankara döyüşündə Şirvanşahlarla müttəfiq idilər. Ağqoyunlar deyək ki, Şahdağ döyüşündə Səfəvərlərə qarşı müttəfiq idilər Şirvanşahlarla. Qaraqoyunlar Samur döyüşündə Şirvanşahlarla müttəfiq idilər. 4-3-3-də oxşardı. Onun üçün 4-ü götürə bilmərik. 5 olacaq. Osmanlılar üçün məğlub edilməsi. Teymurlər Ankara döyüşündə Osmanlılar üçün məğlub etmişlər. Ağqoyunlar isə Malatya döyüşündə Osmanlıları məğlub etmişlər. 1-3-5 C bəndi olacaq. Klassik feodalizm dövrü, yəni 11 və 15-ci əsrdə yaranmış dövlətlər. Rusiya imperiyasının çevrədi 1721-də, 18-ci əsrdə. Bu atarıq. Fransa krallığı 843-dür. Bu da erkən orta əsrlərdir. Onu da atarıq. Plaşlar dövləti 1258 klassikə düşür. Böyük Moğol imperiyası 1526 son orta əsrlərdə düşmür. Delhi sultanlığı 1206 düşür. 2 və 5 olacaq D bəndi. Yəni elə suallar var ki, imtahanda belə suallar çıxacaq. Çox qısa müddətdə tapmaq olar hansı ki cavablarını. Qubalı Fətəli xan köçürmə siyasəti. Qubalı Fətəli xan 1759, 1758, 1758, 1789-cu illərdə hakimiyyət illəri. 18-ci əsrin 40-cı illəri. 1740-cı illərində bu nəsə edə bilər, edə bilməz. Biri atarıq. Dövlətin sərhədlərini möhkəmləndirmək üçün Muğamlar Şahsevən tayfalarını köçürmüşdür. Bəli, dövlətin sərhədlərini möhkəmləndirmək üçün Rus Kazaklarını Dərbənd və ətraf ərazilər köçürmüşdür. Niyə Rusları köçürsün ki? 3 səhvdir. Şirvanda özünə dayaq yaratmaq üçün Dərbənd ərazisinin bir hissəsini köçürmüşdür. Bəli, köçürmüşdür. 2 ilə 4 A bəndə olacaq cavab. Xorasandan da əhali köçürməmişdir. Daha sonra Osmanlı Sultanı Cüneyt Səlimin daimi fəaliyyətə başlayan səfirliklər açdığı ölkələri xəritədə müəyyən edin. Baxın, Osmanlı mövzusundan xüsusi fikir verin. Həm birinci hissəsinə, həm ikinci hissəsinə. Osmanlıdan sual düşə bilərdir. Türkiyənin həm 1918-45-ə fikir verin, həm Türkiyənin 1945-dən sonraki tarixinə fikir verin. Situasiyalar düşə bilər. Üçüncü qrupa situasiyalar Osmanlının o hissəsindən də düşə bilər, Türkiyədən də düşə bilər, Türkiyənin o birisi 45-dən sonraki olan tarixindən də düşə bilər, fikir verin. Yəni 100% hansısa yerdən situasiya sual düşəcək deyə bir şey yoxdur. Yəni düşə bilər, ehtimal var. Üçüncü Səlimin daimi fəaliyyət göstərən hara idi? İngiltərə idi, Fransa idi, bir də yoxdur burada Avstriya idi. Burada da Avstriya təxmini. Burada ikisi var. İngiltərə ilə Fransa. 1 ilə 5 olacaq, A bəndi olacaq. 49-cu 17-ci əsrin ikinci yarısında 1650 Səfəvi dövlətinin idarəetmə sistəmi üçün xarakterlikdir. İnzibati cəhətdən 3 bəylərbəylik bölünmürdü. Deyək ki, 4 bəylərbəylik vardı. Mahallar bəylərbəyliklərə bölünməsi. Xeyr, mahallar bəylərbəyliklərə bölünmürdü. Bəylərbəyliklərin tərkibində idi mahallar. Vəzirlərin yalnız bəylərbəyliyi yox, mərkəz divana da hesabat verirdilər. İlk dəfə tayfa başçılığı İlsic prinsipinin ləğv olunması 17-ci əsrin ikinci yarısı yox, əvvəlidir. Deyərik ki, D-də yanlışdır. Kiçik inzibati vahidlərin sultan tərəfindən idarə edilməsi yebəndi doğru olacaq. 1918-19-cu illər aid hadisə nəticələrinin doğruluğu müəyyən edin. Amma 18-19-cu illər deyək ki, olanlar. AXC Gürcistan hərbi müdafiə sazişi imzalandı 1919-un iyununda. Çar Rusiyası 19-cu ilin iyunda işi yox idi. Həmin dövrdə artıq Sovet Rusiyasıdır. Onun üçün bir səhvdir. Qarabağ General Qubernatorluğu 1919-un yanvarın 11-də yaranmışdır. Amma abituriyentlər üçün AXC dövründə belə ailənin neçəsi olduğunu öyrənməyinizə ehtiyac yoxdur. Sadəcə təxmini tutaq ki, birinci Qarabağ General Qubernatorluğu 1919-un əvvəllərində yaranıb və yaxud da qış aylarında yaranıb. Yəni belə yadınızda saxlasaz belə, inan ki, tapa biləcəksiniz rahat. Qarabağ General Qubernatorluğunun yaradılması 19. Qarabağın erməni hansı AXC hökumətləri sazişi imzalandı düzdür. Yəni bizə tabe oldular. Mudros barışığının imzalanması 1918-in oktyabrında, Türkiyə Cümhuriyyəti 1923 idi. Bunun əlaqəsi yoxdur. 3 yanlışdır. 3-ü də atırıq. Daha sonra 1-i də atırıq. Tutaq ki, çıxdaşla tapsaq, 1 ilə 3-ü çıxsaq, baxın görürsünüz yenə variant qalır. Onun üçün də çalışın test işləyəndə çıxdaşa getməyin. Əvvəl özünüz tapa bilirsiniz, tapın, son anda çıxdaşa istifadə edin. General Thomson rəhbərliyi ilə ingilislərin Azərbaycana daxil olması Bakıda İngilis komandanlığı general qubernatorluq yaratdı. Bəli, yaratmışdı. Hətta onlar AXC-nin daxili işlərinə belə qarışırdılar. 2 ilə 4 olacaq. 5 niyə səhvdir? Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarına son qoyub. Son qoyub, xeyr. Ermənilərin ərazi iddialarına indi inşallah son qoyub deyərik. Həmin dövrlərdə hələ davam edirdi. Birinci Dünya müharibəsi illərində, yəni 1914 və 18-ci illərdə. Alman qoşunlarının Osmanlılar tərəfindən məğlub edilməsi. Bəli. Baxın, əgər 1914-18-ci ildə baxsaq, AXC hissəsində Borsalı döyüşləri vardı.
Alman və Gürcü qoşunlarını Osmanlılar məğlub etmişlər. Bir onun üçün düzdür. Amma siz Birinci Dünya müharibəsinin ümumi tarixdə olan hissəsinə baxsaq, Almanlarla Osmanlıların müharibə apardığı yoxdur. Amma Azərbaycan hissəsinə AXC-yə baxanda artıq orada onu görürük biz. Bir düzdür onun üçün. Sarıqamış döyüşündə Sovet Rusiyası yox idi. Çar Rusiyası idi. 2 yanlışdır. İngilis qoşunları Bakıya daxil oldu. Bəli, düzdür. AXC qvardiyaçılara qarşı heç vaxt mübarizə aparmır. 1-dən 3 olacaq burada B bəndi. Deməli, feodal çəkişmələrin davam etməsi, müharibələr, mərkəzi hakimiyyəti getdikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi. Onun müdafiə qabiliyyətini xeyli azaltdı. Belə bir şəraitdə Monqolların, görə kimlər, Azərbaycan yürüşü nəticəsində daha da zəifləyən bu dövlət Xərəzmşahların Təbrizi tutması ilə süqut etdi. Deməli, bu dövlət hansıdır? Eldənizlər dövlətidir. Mətndə süqutundan bəhs olunan dövlətin Şirvanşahlarla dövləti ilə oxşar xüsusiyyəti. Yadelli Rumların nəticəsində süquta uğramışdır. Eldənizlər düzdür, Yadelli nəticəsində süquta uğradı. Şirvanşahlar isə Səfəvilər tərəfindən, yəni yerli dövlət tərəfindən süquta uğrayıb. Bir onun üçün oxşar deyil. Türk mənşəli Sular tərəfindən yaradılmışdır. Eldənizlər düzdür, Türk mənşəli deyək. Amma Şirvanşahlar ərəb mənşəli, məziyyətlər. Sual düşsə ki, Şirvanşahları Türk mənşəli Sularlar idarə edib, deyir ki, bəli. Məziyyətlərin özü belə sonra türkləşdi. Məziyyətlər sualəsinin özü belə sonra türkləşdi. Kəsrani və Dərbəndlər türk mənşəlidir. Deməli, Şirvanşahları həm türk mənşəli, həm də ərəb mənşəli Suları idarə edib. Amma yaradan isə ərəb mənşəli Suları idi. Onun üçün burada türk mənşəli Sular tərəfindən yaradılmışdır, səhvdir, oxşar götürə bilmərik. Gürcülərə qarşı mübarizə aparmışdılar, bu düzdür, aparmışdı hər ikisi də. İraq Səlcuq Sultanı ilə mübarizə aparmışdı, düzdür. Həm Eldənizlər, həm də Şirvanşahlar aparmışlar. Eldənizlər deyərək ki, İraq Səlcuq Sultanları ilə mübarizə aparmışdı. Qızıl Arslan yadımıza salsaq görək ki, Qızıl Arslan orada 1190-cı Həmədan döyüşləri var. 1123-də də Şirvanşahlar üzərinə hücum etmişlər. 3-lə 4 olacaq burada A bəndi. Verilmiş rayonların ümumcəhətlərini. Demək, Füzuli Cəbrayıl. 1. 1993-cü ildə erməni işğalına qarşı məruz qalmışdı. Doğru, düzdür. 1 düzdür. Aprel döyüşləri ərazisində hərbi əməliyyatlar aparılmışdı. 2 düzdür. Daha sonra baxaq buradan. 1-ci Qarabağ müharibəsi nəticəsində tamamilə işğal altında qalmışdıq. Bu səhvdir. 1-ci Qarabağ yarısı bizdə idi. Yəni rayon mərkəzləri ermənilərdə olsa da kəndlər bizdə idi. Çox kəndlər, müəyyən kəndlər. Vətən müharibəsi ərəfəsində rayon mərkəzləri işğal altında idi. 4 düzdür. Deməli, oradan 1, 2 oldu və 4 olacaq. 5 niyə səhvdir? 2010-cu ildə 10 noyabr bəyanatına əsasən aparılmadan əməliyyatlar deyir, aparılmadan Azərbaycan təhvil verilmişdir. 5 səhvdir. Hərbi əməliyyatlar aparılıb geri almışdı, yəni bunlar. Deməli, 54-cü sual. Bizans İmperiyasının 6-cı əsr tarixi üçün səciyyəvi olan amillər. Ərəb xilafətlə mübarizədə bir sıra ərazilərin itirilməsi. Ərəb xilafəti bu dövrdə yox idi, 6-cı əsrdə. 1 yanlışdır. Sasani dövlətinə mübarizə aparmışlar. Xristian təbəələrin ali məhkəmə orqanlarına müraciət etmək hüququnun olması. Bəli, bu düzdür. Justiniya məcəlləsinə görə bunların hüquqları var idi. 2-dən 3 düzdür. Balkan əmdasına yox, Afrikada vandal ostroqlarla mübarizə aparmışlar. 4 də onun üçün səhvdir. Cavab olacaq nə? 2-dən 3. Deməli, 55-ci sual. Bu da standart ibtidai icma sualıdır. Tacirlər qrupu Son Tunc deyərik ki, kim yazıbsa bunda düzgün. Anaxaqanlıq Kənd Tunc əhalinin oturaq həyata keçməsi neolit, istehsal təsərrüfatı mezolit. 56-cı sual. 19-cu əsrin birinci yarısından fərqli olaraq 19-cu əsrin ikinci yarısı Cənubi Azərbaycan. Cənubi Azərbaycan isə bayaq qeyd etdiyim kimi nədir? Şimali Azərbaycandan da sual ola bilər. Bəxi torpaqların mövcud olması hər iki dövrdə də fərqli. Hər iki dövrdə də var idi. Bizdən də fərqli olaraq ikinci yarıya aid olanı soruşur. İkinci yarıda olanı götürməliyik. İkinci yarıda olanı götürməliyik. Bir o ikisində olduğu üçün biri atırıq. Şah tərəfindən dövlət torpaqlarının satılması haqqında qanun 1886-cı idi. Xarici torpaqların satılması haqqında fərman verdi. 2 deməli düzdür. İlk əncümənlərin fəaliyyətə başlaması. Əncümənlər nə vaxt idi? 1905-11-ci illərdə ilk dəfə fəaliyyətə başlamışdı. Bu da 20-ci əsrdir. Bizə nə deyir? 19-cu əsrin ikinci yarısından soruşur. Milli hökumətin yaranması. Milli hökumətdə 1920 idi. Onun üçün 4 də yanlışdır. İlk anti-imperial çıxışın baş verməsi 1891. Bu da olacaq cavabımız. Birinci yarıda. Deməli, uyğunluğu müəyyən edin. Ağsuvar xan, Sultan Mahmud Qəznəvi, Qutluq Bəcə Qədir xan. Sasani üçün məğlub etməsi Ağsuvar xana aiddir. Biri A olacaq. Balçqun şəhərinin paytaxtı olması Qutluq Bəcə Qədir xana aiddir. Deməli, 2 B olacaq. 2 B olacaq. Daha sonra Dağnənçən döyüşünə iştirak etməsi 1040 bu aid deyil. Mahmud Qəznəviyə götürə bilmərik.
Qaraxanlı dövlətinin hökmdarı olması bu da Qutluq Becər Qədirxana aiddir. Qaraxanlı dövlətinin hökmdarı idi. Oğuz Səlcuq tayfalarının Xorasanda yerləşməsinə icazə verməsi bu da Sultan Mahmud Qəznəli idi. İndi gələk mənbə sualına. Deyir ki, Rusiya ilə müharibədə məğlubiyyət 18-ci əsrin sonlarında imperiyada siyasi, iqtisadi böhranı daha da dərinləşdirmişdir. Ölkəni böhrandan çıxarmaq üçün Sultan Sülh Səlim hələ taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları imperiyanın müharibədə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Sultan 92-93-cü illərdə əməli islahatlara başladı. Sultanın fərmanlarına əsasən hərbi vəzifəsini yerinə yetirməyənlər Lenin sahiblərindən Timar və Ziyamat geri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı idi. İslahatın həyata keçirilməsini vəsaitlə təmin etmək üçün xüsusi kassa təsis edilmişdi və bəzi vergilərin toplanması həmin kassaların ixtiyarına verilməli idi. Lakin yeni korpus çox lənc təşkil edilmişdi, olmurdu. Mənbədə bəhs olunan Sultanın dövründə Osmanlının nəzarətində olan Misrə hücum edən dövləti müəyyən edin. 1196-cı illərdə ya 99-cu illərdə həmin illərdə deyərik ki, Misrə hücum edən Fransa idi və yaxud da Napolyon başçılığı ilə Fransa idi və orada hətta deyək ki, Osmanlı dövləti qalib gəlmişdi. Napolyon da deyirdi ki, talih məni bir qocanın əlində oyuncaq çevirdi. Yəni siz 58-də sadəcə Fransa yaza bilərsiniz. Sadəcə Fransa. 59. Bəhs olunan hərbi islahatın uğursuz olmasının mənbədə verilməyən səbəblərin ikisini yazın. Deyək ki, Sultan Sülh Səlimin qətiyyətsiz davranması, lənc hərəkət etməsi və eyni zamanda ruhanilərin, əyanların islahatlara qarşı çıxması. 60-cı sual. Bəhs olunan dövrdə Rusiya ilə apardığı müharibənin sonunda, yəni 1787-91-ci ildə imzalanmış müqavilənin Osmanlı dövləti üçün mənbədə verilməyin iki nəticəsini yazın. Yas müqaviləsindən bitmişdi. Osmanlı Krım və Şərqi Gürcüstan Rusiyanın tabeliyində olmasını tanımışdı və Rusiya Qaradənizdə qəti şəkildə möhkəmlənmişdi.